Səudiyyə Ərəbistanı yenidən Rusiya ilə Ukrayna arasında atəşkəs danışıqları üçün strateji müstəvi rolunu oynayıb. Paytaxt Ər-Riyadda Birləşmiş Ştatlar və Ukrayna nümayəndə heyətləri arasında görüşün başa çatması onun perspektivləri ilə bağlı suallar doğurub. Kiyevə görə danışıqlar məhsuldar keçib. Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Müdafiə naziri Rustem Umerov görüşdən sonra bunu Kiyev hökumətinin məqsədlərinə nail olmasında önəmli amil kimi qiymətləndirib. Amerikanın nümayəndə heyəti ilə görüş tamamlandı. Söhbət konstruktiv və məzmunlu keçdi. Əsas məsələlər müzakirə olundu, xüsusilə enerji sahəsində. Ukrayna prezidenti Vladimir Zelenskinin vəzifəsi ölkəmiz və xalqımız, eləcə də bütövlükdə Avropa üçün layiqli və davamlı sülhün təmin edilməsidir. Biz bu məqsədin gerçəkləşdirilməsi üzərində işləyirik. Ukrayna prezidenti Volodimir Zelenski isə Ciddə şəhərində keçirilmiş danışıqlarda əldə olunan atəşkəs razılaşmasına yenidən diqqət çəkib. Dövlət başçısı son müzakirələrin atəşkəs danışıqlarına əməl olunacağı təqdirdə effektiv ola biləcəyinə ilham vurub. Ukrayna və Amerika komandalarının Səudiyyə Ərəbistanında ikinci görüşüdür. Bu dəfə görüş daha texniki səviyyədədir. Danışıqlarda bizim hərbiçilərimiz, diplomatlarımız, Energetika Nazirliyinin nümayəndələri iştirak edib. Bizim komandamız tamamilə konstruktiv işləyir. Söhbətlər çox faydalıdır. Nümayəndə heyətlərinin işi davam edir. Hazırda Rusiyanı zərbələri dayandırmağa məcbur etmək lazımdır. Müharibəni kim gətiribsə, o da dayandırmalıdır. Martın 11-dən atəşkəsə dair şərtsiz təklif mövcuddur. Atəşlər dayandırılmalıdır. Analitiklərin qənaətincə müzakirələrdə texniki parametrlər üzrə razılıqlar əldə olunmalıdır. Hansı obyektlərin hədəf olub olmadığı müəyyənləşdirilməlidir. Proqnozlar atəşkəsi pozan tərəfə qarşı təzyiq rıçaqlarından istifadənin vacibliyini gündəmə gətirir. Bu mənada rəsmi Vaşinqtondan gözləntilər yüksəkdir. Təbii ki, bu final mərhələsi deyil, əksinə, Ər-Riyad danışıqları prosesin başlanğıcıdır. Rusiya və Ukrayna müharibə vəziyyətində olduqları üçün burada çox güclü emosional maneələr var. Danışıq aparmaq əlbəttə ki, çətin olacaq, hətta vasitəçi olsa belə. Bu çox çətindir. Əslində, Ər-Riyad görüşünün məqsədi mövcud emosiyaları aradan qaldırmaq və daha konstruktiv mərhələyə keçidi təmin etməkdir. Tərəflər atəşkəsin ilk mərhələsini razılaşdırmalıdır. Hər şey qaydasında olsa, yalnız bundan sonra dənizdə və böyük ehtimal ki, havada atəşkəs barədə danışıqlara başlanılacaq. Dənizdə atəşkəs yalnız Rusiyaya sərf edəcək, çünki dənizdəki hücumlar yalnız Ukraynanın liman infrastrukturuna yönəlir. Amma hücumlar hava vasitəsilə həyata keçirilir, dənizdən deyil. Buna görə də burada bərabərlik olmalıdır. 30 günlük atəşkəs yalnız enerji obyektlərinə zərbələrin məhdudlaşdırılması ilə başa çatmamalıdır. Havada və dənizdə də atəşkəsə nail olmaq mütləqdir. Təhlillər göstərir ki, atəşkəsə gedən yol hərbi obyektlərin siyahısının formalaşdırılmasından keçir. Bu mənada ekspertlər tərəflərin xüsusi siyahı əsasında hərəkət etməsini təklif edir. Odur ki, atəşkəslə bağlı yalnız enerji obyektlərinin istisna edilməsi uzun müddətli atəşkəs üçün optimal yol kimi qiymətləndirilmir. Zeynəb Mirzəyeva, Real.